Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün gördüyünüz kimi nar kimi qıpqırmızı qızaran hinduşkanı sobada hazırlayacağım, pişirəcəm. Bunu necə hazırlayacağım? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? Hinduşkanı təmiz-təmiz yumuşam, təmizləmişəm və bıçaqla bu formada kəsiklər atıram ki, duzu canına yaxşı çəksin. Burada üzəri üçün sos hazırlayıram. 2 diş sarımsağı rəndədən keçirdirəm. Üzərinə duz, istiyot əlavə edirəm. Və üzərinə 2 yemək qaşığı mayonez, 1 yemək qaşığı tomat əlavə edirəm. Biraz da sarı kök əlavə edib bunu yaxşı-yaxşı qarışdırıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Gördüyünüz kimi sosumuz da hazır oldu. Bunu hinduşkanın üzərinə çəkirəm. Sosumuzu hinduşkanın üzərinə yaxşı-yaxşı çəkirəm. Canına yaxşı çəksin deyə. Həm üzərinə, həm içərisinə də yaxşı-yaxşı çəkirəm. Bunu bir yarım saat bu formada saxlayıram ki, duzu tamı canına yaxşı çəksin. Sonra isə içərisinə xırda qırmızı kartof dolduracağam. Gördüyünüz bu xırda kartofları hinduşkanın içərisinə dolduracağam. Səhifəmdə bir neçə cürə hinduşkanın bişirilməsi var. Həm ləvəngisi hazırlamışam, həm də belə qızartmasını hazırlamışam. Bu da bir növdə hazırlayacağam. Gördüyünüz bu formada bükdüm. Qeyd edim ki, məndə hinduşkanın çəkisi 2 kilo yarımdır. Yəni 1 illik hinduşkadır. Körpə hinduşkadır. Suyu bu formada əlavə edirəm tavaya. Yəni bu su hinduşkaya dəymir. Sadəcə bunun buxarında bişir. Artıq gördüyünüz kimi 4 saat keçəndən sonra hinduşkanın kağızını açıram. Gördüyünüz kimi qıpqırmızı qızarıb, bişib. Üstü gördüyünüz kimi həm bişib, həm qızarıb. Bunun altını da çevirirəm. Bu dəfə üstü açıq qoyuram sobaya qızarsın deyə. Çünki artıq hinduşka bişib, sadəcə qızarması lazımdır. Artıq gördüyünüz kimi nar kimi qızardı. Möhtəşəm dadı, möhtəşəm görüntüsü oldu. Burada kahımızı qaba yığıram, hinduşkanı servis etmək üçün. Kahları qaba yığdım. Kartoşkaları da hinduşkanın kənarına bu formada düzürəm. Və limonla, narla da bəzəyirəm. Bunlar vacib deyil.
Sadəcə gözəl görünsün deyə mən bunları əlavə edirəm. Biraz da üzərinə nar əlavə edirəm. İnanın ki, yumşaq, çox dadlı, ləzzətli alındı. Möhtəşəm görüntüsü, möhtəşəm dadı oldu. Burada bir qanadını qırıram, sadəcə necə bişdiyini sizə göstərmək üçün. İnanın ki, yumşaq bişdi, çox dadlı, ləzzətli bişdi. Bəli, dəyərli izləyicilərimiz, bir videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun, Allaha əmanət olun. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın.